Salam dəyərli izləyicilər, İslam tarixi 2-ci hissə videomuza xoş gəldiniz. Bildiyiniz kimi, keçən hissədə sizlərə İslamın zuhur etmədən öncəki hadisələrindən qeyd eləmişdik. Ərəbistan yarımadasının ümumi coğrafiyasından, orada çıxan dinlərdən bəhs eləmişdik və insanların dini görüşlərindən, bütpərəstlikdən, az da olsa Yahudi və Xristianlığın orada yayılmasından bəhs eləmişdik. Bu videoda isə Peyğəmbərin sallallahu aleyhi və səlləmin anadan olmasından ta ki, İslamın ortaya çıxmasına qədər olan bölümdən bəhs eləməyə çalışacağıq. Gəlin baxaq Peyğəmbərin anadan nə zaman oldu və babası, atası, yəni hansı nəsildən gəldi, ona bir nəzər yetirək. İlk öncə bunu qeyd etmək lazımdır ki, Peyğəmbər anadan olmadan öncə çoxlarının da bildiyi kimi orada bir fil hadisəsi qeyd olunmuşdu. Bundan əvvəlki videoda da biz ondan bəhs etdiyimizə görə bu videoda çox o məsələnin özündən qeyd eləməyəcək. Orada Əbrəhə adında bir sərkərdə filləri ilə hücuma keçmişdi Kəbəyə. Lakin Quranda da bəhs olunan surədə və ayələrdə Allah Taala orada bir quşlar göndərərək, əbabil quşlar göndərərək bu ordunun Kəbəni dağıtmasına mane oldu. Peyğəmbərimiz də bu ildə, yəni fil hadisəsində baş verən ildə anadan olmuşdu. Ərəblərdə bir önəmli hadisə olanda o illə təqvim o hadisə ilə oldu. Məsələn, Hicri təqvimi də elə bu səbəbdən ortaya çıxmışdı. Peyğəmbərimiz Məkkədən Mədinəyə hicrət elədiyi zamanı təqvim olaraq götürmüşlər. Təbii ki, bunu bu hadisə baş verən kimi bu Hicri təqvimi yaradaq deyə bir şey olmadı. Uzun illərdən sonra bu hadisəni etibarlı bir hadisə kimi qələmə verib təqvimin başlanğıcını Hicri ilə qoydular. Yəni miladi 622-də Peyğəmbərimizin hicrəti ilə Hicri təqvimi başlayır. Ondan əvvəlki ərəblərin təqvimi nə olub? Təqvim əslində olmayıb ümumi mənada. Amma önəmli hadisə kimi fil hadisəsi olub. Kimsə anadan fildən qabaq olsa deyirmişlər ki, fil hadisəsindən əvvəl, bir il əvvəl anadan oldu və ya 10 ay əvvəl anadan oldu və ya fil hadisəsində anadan olubsa fil ilində bir anadan oldu və ya bir müharibə fil ilində baş verdi və ya kimsə fil hadisəsindən sonra olubsa yenə eyni şəkildə qeyd edirlər. Peyğəmbərimiz də fil hadisəsinin baş verdiyi ildə anadan olub və bu hadisədən 60 gün, 70 gün keçəndən sonra anadan olduğunu bəzi tarixçilər qeyd edirlər. Amma ümumilikdə burada bir balaca ziddiyyətliyi var ki, bəzi tarixçilər Peyğəmbərin anadan olmasını miladi 569, bəziləri 570 götürürlər. Hətta kiçik bir qrup da var ki, onlar 571 götürürlər. Amma ən etibarlı bilinəni 570 qeyd edilir ümumi olaraq tarixçilər. Yəni burada bir anadan olması ilə bağlı bəzi il məsələsi var. Amma Peyğəmbərimizin vəfatından bağlı heç bir il problemi yoxdur. Bəlli olan il 632-ci ildir. Onunla bağlı bir problem yoxdur. Ona görə yaşı fil hadisəsindən doğumdan hesablanır. Vəfatı da bu şəkildə yaş nəticəsi götürülür. Peyğəmbərimiz anadan olarkən babası Abdullahın Mədinədə vəfat olduğu deyilir. Bəzi tarixçilər isə Peyğəmbərin bir neçə ay, yəni körpəlikdə atasını gördüyünü, sonra atasının vəfat etdiyini deyilir. Amma hər halda məlum oldu ki, Peyğəmbərimiz kiçik yaşlarının artıq atasını və sonra isə atası Abdullah, sonra isə anası Aminəni itirmişdi. Beləliklə, Peyğəmbərimiz babası Əbdülmütəllibin himayəsində böyüyür. Əbdülmütəllib kim idi? Babası Əbdülmütəllib Məkkənin hörmətli şəxslərindən idi. Qəbilə rəisi idi, hakimlərin böyüyü idi və Kəbəni, Məkkəni idarə edən insanlardan biri olmuşdu uzun müddət. Yəni, maddi cəhətdən də, hörmət cəhətdən də çox böyük bir şəxsiyyət olmuşdu. Tarixçilərə görə o da Hənif dinindən, yəni tək Allahlıq dinindən, İbrahimin gətirdiyi dindən, Həzrət İbrahimin gətirdiyi dindən olduğu deyilir Peyğəmbərimizin babasının da. Burada Əbdülmütəllib himayəsində 8 yaşına qədər Peyğəmbərimizin olur. 8 yaşında olanda Peyğəmbərimizin babası da rəhmət edir. Beləliklə, Peyğəmbərimizin himayəsinə Əbu Talib götürür, yəni İmam Əlinin atası. Bu zaman isə artıq Peyğəmbərimizin biraz daha çətinliklərlə biz böyüdüyünü görürük. Çünki ilk hələ balacalığından atasını, anasını, sonra isə ən çox sevdiyi uşaqlığı ona keçirib, babasını itirir. Sonrasında isə Əbu Talibə, İmam Əlinin atasına bağlanır və onun himayəsində olur. Burada biz başqa bir məsələni də qeyd etmək lazımdır ki,
xanım Həlimə də süd anası olub Peyğəmbərimizin. Süd anası nədir? Ərəblərdə belə bir şey var idi ki, uşaq anadan olandan sonra o təbii, əsl, bədii ərəb dilində qalsın deyə, yəni ləhcə falan digər insanlarla əlaqədə olub dəyişməsin deyə bədəvi ərəblərin, səhrada yaşayan ərəblərin yanına göndərilmişdir. Belə bir məsələ var. Yəni uşaqlığını orada keçirir və o Kəbəyə, Məkkəyə gələn tacirlərlə danışıqda olmur deyə uşaq onların ləhcəsini götürmür. Yəni bir bölgə öz uşaqlarının ləhcəsi qalsın deyə bu prosesi keçiriblər. Yəni başqa ölkənin, başqa şəhərlərinin və ya qəbilələrinin, millətin dilin ləhcəsini öyrənməsin o uşaq. Yəni öz ana dilində olsun deyə bir sistem idi o. Təbii ki, Peyğəmbərimizin anası da rəhmətə getdiyinə görə uşaqlıqda həm də süd anası olur xanım Həlimə. Burada da Peyğəmbər vaxt keçirir, sonra babası rəhmətə gedir, qeyd etdiyiniz kimi və Əbu Talibin himayəsində olur. Əbu Talibin himayəsində olan zaman Peyğəmbərimiz də bu müddət ərzində də bir çobanlıq elədiyi qeyd olunur İslam tarixində. Əlbəttə ki, burada bir məsələ var ki, bütün Peyğəmbərlər çobanlıq mərhələsindən keçiblər. Yəni ilk Allah Taala Peyğəmbərləri insanla əlaqədə olmadan əvvəl heyvanlarla onları birinci vaxt keçirməyi tövsiyə edir və bununla belə 124 min Peyğəmbərin hamısının çobanlıqla məşğul olduğu kimi Hz. Məhəmmədin də sallallahu aleyhi və səlləmin də çobanla məşğul olduğu qeyd olunur. Sonrasında Peyğəmbərimiz Əbu Talibin təklifi ilə ticarətə məşğul olur və o xanım Xədicə ilə danışır, Peyğəmbərin xanımı ilə. Təbii ki, onda Peyğəmbərin xanımı deyildi, amma xanım Xədicə çox ərəblərdə, Məkkədən iffətli və gözəl, təmiz ailədən gələn bir qadın kimi bilinib. O, Kəbənin, Məkkənin ən varlı şəxslərindən, bölgənin ən varlı qadınlarına idi. Onun ticarət karvanı var idi, Şama və digər bölgələrə ticarətlə məşğul olan bir qadın idi. Peyğəmbərimiz onun karvanında xidmət göstərir və sonrasında çox etibarlı olduğuna görə və zaten Peyğəmbərimizdən rəğbəti var idi ona qarşı və bu Şama gedən zaman Peyğəmbərimiz bəzi hadisələr də yaşayır bu ticarət şeylərində. Başqa din adamları ilə qeyd edilir İslam tarixində söhbət olur. Onlar Peyğəmbərin, çünki xristianlıqda və Yahudilikdə belə bir məsələ var idi ki, onlar bir Peyğəmbərin gələcəyini düşünürdülər. Lakin Peyğəmbərin gələndən sonraki o Tövratdan və əsl İncildən üz döndürən xristianlara qarşı olduğuna görə xristianlar və Yahudilər artıq Peyğəmbərə qarşı olmağa başlayırlar. Halbuki Peyğəmbər gəlmədən öncə onlar bilirdilər yeni bir Peyğəmbərin gələcəyi. Çünki onlara kitablarında da və digər məsələlərdə də qeyd olunmuşdu ki, yeni Peyğəmbər gələcək. Eynilə məsələ budur ki, Yahudilər bir Məsih gözləyirdilər. İsa Peyğəmbər, Allah İsa Peyğəmbəri göndərir. Amma Yahudilər deyirlər ki, xeyr, o Məsih deyil, o Peyğəmbər deyil. Niyə görə? Çünki bizim gözlədiyimiz Peyğəmbər vuruşan, döyüşən, belə bir Peyğəmbər idi. Amma İsa gəlib ancaq əxlaqdan danışır İsa Aleyhisselam. Ona görə deyirlər ki, İsa Peyğəmbər kimi qəbul edilir. Yəni, eyni şey yenə Hz. Məhəmməddə görür. Hz. Məhəmməd gəlir, bu dəfə deyirlər ki, yox, biz gözlədiyimiz Peyğəmbər tamam başqa idi. Bu dəfə də Hz. Məhəmməd qəbul edilir. Yəni, eyni məsələ bu cür yanaşır. Bu, din adamları ilə danışma məsələsi Peyğəmbərin ki, onlarla mübahisə eləməsi məsələsi, Bahirə falan hadisəsində deyirlər buna. Yəni, geniş bir məsələ. Daha sonraki videolarda da əlavə olaraq bəhs eləyə bilərik bu şeydən, məsələdən. Bu, xanım Xədicənin qulağına çatır və xanım Xədicənin səhv eləməmsə, əmsi oğlu Nofəl digər dinlərdən də məlumat olan bir şəxs idi və o xanım Xədicə danışanda o Hz. Məhəmmədin yeni bir peyğəmbər olduğunu qeyd edir. Yəni gələcəkdə onun peyğəmbər kimi olacağını və Allahın göndərdiyi bir peyğəmbər olduğunu qeyd edir. Bu məsələdə isə xanım Xədicə daha da Hz. Məhəmmədə rəğbəti artır və burada xanım Xədicə ilə Hz. Məhəmmədin evlilik məsələsini görürük ki, o əmisi Əbu Talib ilə məsləhət edir və xanım Xədicə ilə xanım Xədicə də yaxın bir qadını peyğəmbərə göndərir ki, evlilik təklifi ilə bağlı. Beləliklə peyğəmbərimizlə xanım Xədicə evlənir. Burada məsələ nədir? Burada tarixi cəhətdən bir ziddiyyət var ki, xanım Xədicənin yaşı və
dul qadın olması. Yəni peyğəmbərdən əvvəl evli olub, sonra dul qalmasıdır ki, və peyğəmbərimizin 25 yaş olması, xanım Xədicənin isə 40 yaş olması tarixdə İslam tarixində ziddiyyətli məsələ kimi qeyd olunur. Burada ziddiyyət bundan ibarətdir. Amma lakin məsələn belə qeyd edirik, İbn Hisaq və İbn Hişamdır, digər klassik, yəni köhnə alimlər, İslam tarixi alimləri var ki, onlara görə xanım Xədicə həqiqətən 40 yaş olub, peyğəmbərimizin 25 yaş olub, yəni peyğəmbərdən böyük olub yaşı və dul olub xanım Xədicə. Lakin biz bəzi alimləri də görürük ki, məsələn, daha yaxın dövrdə yaşamış alimlər olsun, Əllamə Əmini olsun, Cəfər Sübhani, düzü müasir alimlərdən, amma o da köhnə klassik alimlərdən qeyd edir 40 yaşında xanım Xədicənin evlənməsini. Lakin bəzi yenə Əllamə Əmini və digər alimlərin bəziləri qeyd eləyir ki, xanım Xədicənin yaşı çox olmayıb peyğəmbərdən və o dul qadın olmayıb. Məsələ bundan ibarətdir. Amma hər halda klassik alimlərin, köhnə İslam tarixi alimlərinin çoxusu bunda ittifaq edirlər ki, yəni müasir alimlərdən fərqli olaraq ittifaq edirlər ki, xanım Xədicənin yaşı çox olub, 40 yaşı olub, 40 yaş üzərində dururlar və dul qadın olub. Yəni daha öncə evli olub, sonra isə dul qalıb. Yəni bu məsələni qeyd edirlər. Buradakı ziddiyyət bundan ibarətdir. Əlbəttə ki, bu İslam tarixi cəhətdən, peyğəmbərin həyatı cəhətdən çox da problemli bir məsələ deyil. Sadəcə bəzi müasir alimlər o ki, hədislər var ki, klassik alimlər hədislər gətirirlər ki, peyğəmbərin özündən yaşlı böyük olunması ilə bağlı, evlənməsi ilə bağlı hədisləri. Müasir alimlər deyir ki, o hədislər zəifdir. Peyğəmbər özündən böyük və dul qadın olan Xədicə xanımdan deyil. Xədicə xanım dul deyildi və yaşlı çox deyildi. O qeyd olunan hədislər zəif hədis kimi qeyd edilir. Amma hər halda klassik alimlər bir şeydə ittifaq edirlər. Məsələ buna ibarətdir. Əlbəttə, yenə də qeyd edirəm, ümumilikdə biz baxanda bu məsələyə o qədər də problemli bir məsələ deyil İslam tarixi cəhətdən. Xanım Xədicənin yaşının böyük olması və ya dul olması. Belə ki, Peyğəmbər xanım Xədicə ilə evlənib, Peyğəmbərin bu məqama çatmadan əvvəlki, yəni 40 yaşından əvvəl peyğəmbərliyə çatmadan əvvəlki bəzi hadisələr də baş verir. Bu hadisələr nə idi? Bir hadisə var ki, Ficar müharibəsidir. Bu Ficar müharibəsi haram aylarda, 4 haram ayda olan müharibəyə deyilib sayıramsa. Bu Ficar müharibəsində peyğəmbərimizin iştirak məsələsi var. Orada döyüşüb. Bu şey məsələsi var, yəni peyğəmbərliyə çatmadan öncə. Digər bir məsələ isə, daha mühüm məsələ isə bildiyiniz kimi peyğəmbərimizə daha o peyğəmbər olmadan öncə də Məkkədə əmin ləqəbi ilə çağırırlar. Yəni etibarlı şəxs ləqəbi ilə çağırırlar. Kimsə harasa gedirdisə, bir başqa yerə səfərə gedirsə, evini və ya daha dəyərli əşyalarını, qızılını peyğəmbərlərə əmanət, Həzrəti Məhəmmədə əmanət edərmiş. Yəni o peyğəmbər olmadan əvvəl də əmin ləqəbi ilə bilinərmiş. O qədər etibarlı şəxs idi. Ona görə buradan bir hadisə də baş verir və peyğəmbəri bu məsələdə çağırırlar. Necə olur bu hadisə? Məkkədə bir sel olur, Kəbə evi dağılır. Kəbə evi hər zaman dünyada müqəddəs yer kimi bilinmişdi. O zaman da hər nə qədər İslam dini olması ərəblərə görə müqəddəs bilinirdi. Orada olan Qaradaş ki var, həccə gedənlər bilirlər, getməyənlərə də Allah qismət eləsin. O Qaradaş ki sel nəticəsində o da o Kəbə evindən ayrılır, Kəbə evi dağılır. Ərəblər bu Kəbə evini təmirə başlayırlar, təmiri bitirirlər bütün qəbilələr birlikdə. Lakin burada Qaradaşın qoyma məsələsi ərəblər arasında ixtilaf yaranır. Ərəb qəbilələri hərəsi o Qaradaşı öz qəbiləsi istəyir qoysun ki, daha böyük bir məqam kimi qeyd edirlər. Çünki Qaradaş hansı qəbilə qoysa o məqama çatır. Yəni daha böyük bir iş görür mənasındadır. Bunlar bu məsələnin aralarında həll eləyə bilmirlər. Deyirlər ki, bu şəhərin qapısından kim girsə ilk səhəri o şəxsə gələk deyək, o bizə bir məsələ ilə bağlı şey versin. O deyən olsun, yəni o mənada. Qapıdan ilk gələn də Həzrəti Məhəmməd olur və onlar da deyirlər ki, bu şəxs olar. Hamı deyir ki, bu şəxsə etibar olar. Çünki bütün qəbilələr, bütün insanlar bu şəxsi əmin kimi tanıyır. Həzrəti Məhəmməd Peyğəmbərimiz gəlir və deyirlər ki, belədir məsələ. Peyğəmbərimiz deyir, bir parça gətirin, Qaradaşı qoyun, hər qəbilə bir parçanın ucundan tutsun, Kəbə evinə gətirsin. Gətirirlər və onda da Peyğəmbərimiz öz qardaşını götürür, qoyur Kəbə evinə. Beləliklə orada bir problem, bir müharibə yaranmadan həll olur. Çünki ərəblər kiçik bir məsələnin üstündə 10 illərlə müharibə aparmaq bir probleminə sahib idilər, bir
məsələsinə sahib idilər. Yəni kiçik bir hadisədən durub böyüdüb on illərlə, on minlərlə insanın, yüzlərlə insanın qanı tökülürdü bu hadisədə. Peyğəmbərimiz hələ peyğəmbər olmadan bu hadisənin qabağını alır, bu şəkildə də həll yoluna qoyur. Əziz izləyicilər, bu videonun mövzusu qeyd etdiyim kimi bura qədər idi. Gələn İslam tarixi 3-cü hissə videomuzda Həzrəti Məhəmmədin sallallahu aleyhi və səlləmin peyğəmbərliyə çatması müzakirə edəcək və İslamın gəlişini qeyd edəcək. Beləliklə, İslam tarixi silsilə videolarımıza davam edirik və ikinci hissəni burada yekunlaşdırırıq. Gələn videolarda görüşmək ümidi ilə.